Sizin efirinizdən bunu mən bir neçə dəfə demişəm. Yəqin ki, sizin verilişiniz də populyardır. Ümumiyyətlə, Bak TV-nin bugün Azərbaycan telemekanında reytingi də yüksəkdir və İranda da bunu izləyirlər. Və üzümü tuturam İran əhalisinə yox. İran əhalisi, oradakı bizim milyonlarla, 40 milyonluq Azərbaycanlar bütün həqiqəti bilirlər. Mən İran establishmenti deyək ona, İran siyasi hakimiyyəti, ona müəyyən dairələrini özümü tutub söyləyirəm ki, bax, tarix təkrarlanır. Oğul Bush'un dövründə İranın bombalanması məsələsi artıq bugünün sabahın məsələsi idi. 2006-cı ilin aprel ayında Azərbaycan prezidenti Cənab İlham Əliyevin Birləşmiş Ştatlara ilk rəsmi səfəri oldu. Ağ evdə aparılan danışıqlarda prezidentimizə hətta Bush tərəfindən təzyiqlər də olurdu ki, imkan verin ərazinizdən İranı bombalayaq. Cənab Prezident yox dedi, qətiyyətlə yox dedi, buna imkan verməyəcəyini söylədi. Həm də fikirləri təhrif edilməsin deyə Ağ evin qarşısında bir briefing keçirdim. Hamısını xatırlayırıq biz. Briefingdə bir daha dedi ki, heç bir üçüncü dövlət Azərbaycan ərazisindən istifadə etməklə İrana zərbə endirməyəcək. Bunu 2006-da dedi. 19 il Elçi müəllimdə keçib Cənab Prezident sözünün ağasıdır. Və bizə qarşı qəribdən gələn təzyiqlərin kökündə dayanan çoxsaylı səbəblərin bəlkə də birincisi, ikincisi məhz İranı bu məsələdə bizim dəstəkləyəməyimizdir, imkan verməməyimizdir ki, ərazimizdən istifadə etsinlər. Və mən hesab edirəm ki, bu cür bir həmin reallıqdır və qarşı tərəf İran hakimiyyəti bilsin ki, Azərbaycan dövləti İranla mehriban qonşuluq siyasətinə sədaqətli qalıb, sadiq qalıb. O zaman da bunu sübut edib 19 il öncə o vaxt ərzində və bu gün də həmin siyasətə sadiq.